Bəli, İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası öz işinə başlayıb. Artıq Assambleya çərçivəsində bir sıra toplantılar keçirilib. Səhər saatlarında Qadın Parlamentarilər Forumu baş tutub. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova forumda çıxış edib. O, ötən il keçirilmiş qadın spikerlərin zirvə toplantısının hesabatını təqdim edib. Eyni zamanda parlamentimizin sədri qeyd edib ki, parlamentarilər dünyada yığılıb qalmış mövcud problemlərin həllinin bir hissəsi olmalıdır. Bugün həmçinin Fələstini dəstəkləyən parlamentlər qrupunun toplantısı keçirildi. Bu dəqiqələrdə isə Azərbaycanın da təşəbbüskarı olduğu Qoşulmama Hərəkatının parlament şəbəkəsinin 5-ci konfransı öz işinə başlayacaq. Bir qədər sonra Azərbaycan Milli Məclisinin sədrinin də iştirakı ilə həmin toplantının, həmin konfransının keçirilməsini gözləyirik. Axşam saatlarında isə Assambleyanın rəsmi açılış mərasiminin keçirilməsi gözlənilir.